Dil, dil elə bir təhlükəli orqandır ki, yaradılıb. Sən bundan cəhənnəmə düşə bilərsən. Tək dillə. Vallahi, tək dillə, dilin törətdiyi şeylərlə cəhənnəmə düşə bilərsən. Bəli. Ona görə İbn Məsud səhifləmirəmsə ya İbn Abbas deyir ki, nəfsim əlində olan Allaha and içir. Allaha and olsun deyir. Yəni Allaha and içir ki, bu dünyada dil kimi qorunub saxlanılmağa ehtiyacı olan ikinci bir şey yoxdur. Qorunub saxlanılmağa. Hifz. Dili qoruyub saxlamaq lazımdır. Sahabə Uqba İbn Amir radiyallahu anhu deyir ki, Laqitu Rasulallah sallallahu aleyhi və səlləm. Allahın Rəsulunla qarşılaşdım deyir. Fəqultu. Dedim ki, mən nəcətu. Ya Rasulallah, qurtuluş nədir? Nəcat, xilas olma, qurtuluş hardadır? Yəni, nə edim ki, nicat tapım, qurtulum, xoşbəxt olum? Peyğəmbər sallallahu aleyhi və sələm dedi ki, əmlik əleykə lisanək. Dilinə sahib çıx. Demədi qulağına, nə bir əlinə, ayağına, dilivə sahib çıx. Qoru. Nicat tapacaqsan və salam. Budur, qardaş. Qardaşım, nə qədər ayələr var? Məsələn, mə yəlfidu min qavlin illə lədeyhi raqibun atid. Elə bir tələffüz olunan söz yoxdur ki, onu yazan, hazır durub yazan gözətçi mələklər olmasın. Yazdısa nə baş verir? Qabağa qoyulacaq. Soruşulacaqsan, cavab verəcəksən. Qardaş, Allahın təyin etdiyi mələklər hansı ki yazır, ağızdan çıxan elə bir söz yoxdur ki, yazılmasın. Boş-boş yazılmır ki. Sən qiyamət günü gələcəksən, inkar edəcəksən. Yox, deməmişəm, filan belə. Ehtiyac yoxdur ki. Allah subhanahu və teala danışdıracaq bir-bir. Neynəmisən? Sənə etiraf etməyinə ehtiyac yoxdur yəni.